Salam, hər vaxtınız xeyir olsun. DİM 20 sınaq test toplusundan 4-cü qruplar üzrə sınaq üçün suallarına baxırıq. Birinci sualda bildirir ki, mayeyə batırılmış cismin həcmini və mayenin dəyişmə Arximed qanunu təcrübə olaraq öyrənir. Arximed qüvvəsinin mayenin sıxlığından asılılığını öyrənmək üçün o şəkildə göstərilmiş hansı hallardan istifadə etməlidir? Deməli, baxırıq şagirdlər, birinci sualda Arximed qüvvəsi həcm və mayenin cismin həcmini və mayeni dəyişmişlər. Deməli, F Arximed qüvvəsi bərabərdir rho maye V batan vurulsun J. Və cisim mayeyə tam batıbsa, burada F Arximed V cisimdən asılı olmayacaq və baxırıq. Yəni burada fikir verəcəyimiz hissə nədir? Mayələrin sıxlığı. Birinci mayeyə baxsaq rho sıxlığı, ikinci mayeyə baxsaq burada həcmi 2 dəfə artırıb, amma sıxlıq eyni qədər qalıb. Üçüncü mayeyə baxsaq, daha doğrusu qaba baxsaq, üçüncüdə sıxlığı 2 dəfə artırdığı üçün cisim yuxarıya doğru qalxıb. Yəni sıxlıq artıq burada dəyişib də, amma ikinciyə fikir versək sıxlıq elə eyni qədər qalıb, amma cisim qalxıb. Yəni Arximed qüvvəsi asılı deyil də batan hissənin həcmindən. Dördüncüyə fikir versək sıxlıq 3 dəfə artıb. Həcmi də, daha doğrusu cisim yuxarıya doğru yenə də çıxıb. Yəni sıxlıq artdığı üçün nə olur? Arximed qüvvəsi artır. Burada da yenə də sıxlıq artdığı üçün Arximed qüvvəsinin artdığını görürük. Birincidə də sıxlıq artdığı üçün Arximed qüvvəsi artır. Yəni doğru cavabımız olur 1, 3 və 4. 2 və 5 niyə olmadı? Çünki ikincidə sıxlıq eyni qədər qalıb, amma yanlış olduğunu görürük ki, cisim yuxarıya doğru qalxıb. Bu yanlışdır. Üçüncüdə isə sıxlıq 2 dəfə azalıb. Üçüncü nə idi? 5-cidə. Gəlirik ikinci suala. İpdən asılmış polad kürəcik suya batırılmışdır. Baxaq polad kürəciyə. Suya batırılmışdır deyir. Və sonra içərisinə su olan stəkan, içərisində kerosin olan stəkanla əvəz olunur. Bu zaman kürəciyə təsirin Arximed qüvvəsi və kürəciyin mayedəki çəkisi. Arximed qüvvəsi F Arximed rho maye və cisim J. Və burada fikir veririk ki, kerosinin sıxlığı suyun sıxlığından azdır. Sudan çıxardıb kerosinə salsaq həmin o kürəciyi, polad kürəciyi, sıxlığı az olduğu üçün başlayır Arximed qüvvəsini eləməyə, azalmağa. Azalır. Və cismin mayedəki çəkisi nəyə bərabərdir? Havadakı çəkisindən Arximed qüvvəsi qədər azdır. Burada biz Arximed qüvvəsini azaltdığımız üçün nə baş verəcək? Mayedəki çəki başlayacaq artmağa. Yəni belə deyək də, burada Arximed qüvvəsi azalır və ip daha çox gərilir. Yəni çəki nədir? Dayağa və askıya göstərdiyi təsir qüvvəsi də. Ona görə də nə olur? Başlayır artmağa, Arximed qüvvəsi isə azalmağa. Doğru cavab B variantı. Üçüncü sualda birləşmiş qablarda bir-birinə qarışmayan rho1 və rho2 sıxlıqlı mayelər tökülüb. H1 35 cm, deməli 35 cm, H2 30 cm, H3 isə 15 cm. İndi nə baş verir? Baxın, bu tarazlıq nöqtəsində aradakı məsafə olur 15. Haradan tapırıq? Ümumisi 30-dursa, bu hissə 15-dir, yerdə qalır 15. Yazıram. Üçüncü, sıxlıqla hündürlüklər tərs asılıdır. Rho2 böl Rho1 bərabərdir H1 böl H2. Və buradan Rho2 1000-dir. Böl Rho1. Rho1 axtarıram onsuz. H1 bu hissədir. Bu hissəni də hardan tapıram? 30-dan çıxıram 15. Yəni bura qədər 15-dir. 30-dan da 15 çıxanda yerdə qalır nə? Baxaq. 30-dan 15 çıxanda qalır 20. İndi yazıram H1 20 bölünsün H2 15. Düz oldu, yoxsa baxaq. Hə, düzdür. Rho1-ə baxaq indi. 15 vurulsun 1000 böl 20. Sıfırlar ixtisar getdi. 1500 2-yə böləndə 750 kiloqram böl metrin kubu. Doğru cavab D variantı olur. Cismin batırıldığı mayenin sıxlığı 1.8 dəfə artırdıqda Arximed qüvvəsi 2.4 Newton artdı. Deməli, nə baş verdi? 1.8 dəfə artdıqda Arximed qüvvəsi 2.4 Newton artdı. Yazıram, Rho2 böl Rho1 bərabərdir 1.8-ə və Arximed qüvvəsi F1 F-dir. F2 F plus 2.4. Məndən istəyir F1-i bərabərdir suala. Deməli, F Arximed bərabərdir rho maye V cisim J və yazıram F plus 24 böl F bərabərdir 1.8-ə. 1.8 F bərabərdir F plus 24. 0.8 F bərabərdir 24-ə. F də bərabərdir 24 yoxsa 2.4. 2.4. Bu da edir 3 Newton. Doğru cavab Y variantı olacaq. 5-ci sualda civə sütunun altında olan havanın təzyiqi neçə millimetr civə sütunudur? Deməli, normalda buradakı təzyiq 760-dır. 760 millimetrdir. Yəni 760 millimetr nə deməkdir? 76 santimetr. Bir də burada bir 3 santimetrimiz var. Yəni 76 santimetr 760 millimetrdirsə, 76 plus 3, 79 santimetrdə nə olur? 790 millimetrə uyğun gəlir.
Kütləsi 600 qram olan cismi suya tam batırdıqda 200 qram su sıxışdırıb çıxarıldı. Cismin mayeədəki çəkisini hesablayın. Deməli, kütləsi 600 qramdırsa, M bərabərdir 0,6 kiloqram və J 10-dur. Suya tam batırıldıqda 200 qram su sıxışdırıb çıxartdı. M mayenin çəkisi 200 qram, bu da eləyir 0,2 kiloqram. Bizə deyir ki, cismin mayeədəki çəkisi P mayedə bərabərdir suala. Sıxışdırıb çıxardığı suyun çəkisi elə F arximetdir. Yəni P mayeədəki bərabərdir, P havadakı çıx F arximet. P mayeədəkini tapanda nə edirəm? P havadakından, yəni M J-dən çıxıram, M mayeyə vur J-ni. Bərabərdir 0,6 vur 10 çıxılsın 0,2 vur 10. Bu da edir 6 çıxaq 2. 4 Newton edir ki, doğru cavab B variantı olacaq. Birinci halda suda üzən cismin batan hissəsinin hündürlüyü H1, suyun hündürlüyü H2-dir. Cismi çevirib suya saldıqda burada daha az hissə batacaq. Yəni burada H1 bayaq belə deyək, bu hissəyə qədər idi. Belə bir hissə idi. İndi H1 nə olur? Yəni tərsinə çevrildiyi üçün bu oturacaq səthinin sayısı artdığına görə başlayır daha az. Yəni P bərabərdir 7-ci sual. P bərabərdir F böl S-ə görə bu oturacaq səthinin sayısı artdığı üçün nə olur? Təzyiq orada başlayır azalmağa. Və təzyiq azaldığı üçün hündürlüyü də batma dərinliyi də belə deyək azalacaq. Yəni H1 azalır. Daha belə deyək də geniş hissə batdığı üçün bayaq daha belə dar hissə batmışdı, amma çox hissə batmışdı da belə deyək. Burada daha geniş hissə batır. Yenə də nə olur? H2 dəyişmir. Yəni su səviyyəsinin hündürlüyü yenə də eyni qədər qalır. H1 azalır, H2 isə sabit qalır. A variantı. Gələk 8-ci suala. Deməli 8-ci sualda mayeyə batırılmış cismin sıxlığından asılı qrafik verilmişdir. Sıxlığı 7,5 olan cismin həcmini hesablayın. Baxırıq ki 2,5. Burada nə deməkdir? Yəni bu cisim hələ mayeyə batmayıb da, mayedəki çəkisi 0-dır. İndi demək ki 2,5 nədir? Cismin havada belə deyək, kənarda olan sıxlığıdır 2,5. İndi yazırıq P maye bərabərdir. P havadakı çıxılsın F arximet. P maye, mayedəki çəkisi 10 bərabərdir. P havadakı yazıram M cisim J çıxılsın F arximet. Rho maye V cisim J. Və 10 bərabərdir. M cismi yerinə yazıram. Rho cisim V cisim J çıxılsın. Rho mayenin yerinə də yazıram. Elə bir də rho maye yazım. Vurulsun V cisim J. İndi 10 bərabərdir. V cisim. Rho cismin yerinə yazıram. 7,5 vurulsun. V cisim vurulsun J. Çıxılsın. Rho mayenin də yerinə yazacağım. 2,5 V cisim J. Bu da edir 5 V cisim J bərabərdir 10-a. 5 V cisim. V cismi onsuz axtarıram. Vurulsun 10. Bir də burada rho cisimdə mən nəzərə almadım. Qram böldü. Qramı da əvəz edirik. 10 üstü mənfi 3 kiloqrama çevirsək də bərabərdir 10. Onlar getdi. V cisim bərabərdir. 1 bölü 5 vur 10 üstü mənfi 3. Bu da edir 1000 bölünsün 5. Bu da edir 200. Cavabımız olacaq Y variantı. Niyə burada belə deyək də 200 metr kub olmur da, santimetr kub olur? Çünki sıxlıqları zaten nə ilə verib? 7,5 ilə. Gələk 9-cu suala. İplə bir-birinə bağlanmış iki kürə maye daxilində tarazlıqdadır. Kürələrin həcmləri üçün V1, 3 və 2 olarsa hansı ifadə doğrudur? Deməli, 9-cu sualda baxırıq ki, kürələrə təsir edən Arximet qüvvəsi. Deməli, Arximet qüvvəsi rho maye V batan J və yaxud rho maye V cisim J. Birinci kürəciyin həcmi ikinci kürəciyin həcmindən 3 dəfə çoxdur. Demək ki, Arximet qüvvələri də eyni ilə 3 F arximet 2. Demək ki, bu nəyə uyğundur? İkinciyə. Gələk nə deyir üçüncüdə? Birinci kürəciyin sıxlığı mayenin sıxlığından kiçikdir. Birinci kürəciyin sıxlığı mayenin sıxlığından kiçikdir. Düzdür. Çünki başlayır nə eləməyə? Yəni bu normalda belə deyək də bərabər olsaydı gəlib buralarda durardı. Yəni altdakı ikinci cisim ona bağlanıb hələ bu vəziyyətdə durub. Demək ki, birinci kürəciyin sıxlığı mayenin sıxlığından azdır. Yəni burada nə demək istədim? İkinci cisim olmasaydı birinci kürəcik nə olardı? Suyun səthinə qalxardı. Çünki mayenin sıxlığından azdır kürəciyin sıxlığı. Ona görə suyun səthinə qalxardı. 3. Deməli mayenin sıxlığı birinci kürəciyin sıxlığından çoxdur. Gələk 4 ya da 5-lərə baxaq. Dördüncüyə baxsaq, ikinci kürəciyin sıxlığı mayenin sıxlığından böyükdür, düzdür. Çünki vəziyyətinə baxsaq aşağılarda durub. Mayenin sıxlığı kiçikdir, ikinci cismin sıxlığından 2, 3 və 4 C variantı doğrudur. 10-cu sualda bildirir ki, kütlələri bərabər olan iki cisim bir cisimlərə təsir edən Arximet qüvvələri və cisimlərin sıxlıqları üçün
hansı münasibət doğrudur? Baxırıq, kütlələri bərabərdir deyir. F Arximed bərabərdir. Daxilində və səthində üzəndə F ağırlığa bərabərdir. Kütlə bərabər olduğu üçün burada nə baş verir? Birinci cismin Arximed qüvvəsi ikinciyə bərabərdir. Gəlirik sıxlıqlara. Sıxlığı çox olan təbii ki, nə eləyəcək? Aşağıya düşəcək. Rho 1-də Rho 2-dən böyükdür. Doğru cavab olur A variantı. Gələk növbəti 11-ci suala. 11-ci sualda sıxlığı 900 və Rho 2 2700 olan bir-biri ilə qarışmayan iki mayenin sərhəddində kürəcik tarazlıqdadır. Kürəciyin sıxlığı nə qədər olmalıdır ki, onun həcminin 1/3 hissəsi mayeləri ayıran sərhəddən yuxarıda qalsın. İndi burada Arximed qüvvəsini tapsaq, Arximed qüvvəsi ilə gedirik şahidlər burada. Nə edirik? Arximed qüvvəsi Rho maye və cisim G bizə bildirir ki, burada 1/3 hissəsi mayeləri ayıran sərhəddən yuxarıda qalsın. Yəni bu hissədən yuxarıda 1/1 qalırsa, 1/2-si bu hissənin, bu mayenin payına düşür. 1/1 bu mayenin payına düşür. Deməli, F Arximedi tapanda 3/2 aşağıdakına uyğun F Arximedi yazıram. Rho 2 vurulsun J plus 3/1 Rho 1 vurulsun J. Orada da maye istər-istəməz təsir edir. Bu da bərabərdir nəyə? MJ-yə. Yəni burada nə baş verir? Bu cisimə mayelər tərəfindən F Arximed qüvvəsi təsir edir. Bir də cismin özünün MJ-si var, ağırlıq qüvvəsi var. Və bu ifadədən belə deyək, M-in yerinə yazırıq burada Rho cisim, bir də V cisim J. İndi və yer gəlmişkən ifadələrimizdə burada V-ləri unutduq. V cisim, burada da V cisim. Əslində belə olmalıydı da ifadəmiz. 3/2 V cisim Rho 2J plus 3/1 V cisim Rho 1J bərabərdir MJ-yə, yəni F ağırlığa. Bir də bu MJ-nin yerinə yazıram. Rho cisim V cisim J. Hər tərəfini V cisim J-yə bölsəm, ixtisarlarım getdi. Yerdə nə qaldı? 3/2 Rho 2 2700 plus 3/1 Rho 1 də 900. Bu da bərabərdir Rho cismə. İxtisar aparsaq 900 vur 2 1800 plus burada da 300. Nə oldu? Bərabərdir Rho cismə. Rho cisim də bərabərdir 2100 kiloqram böl metrin kubu ki, doğru cavab Y variantı. Porşenli nasos ilə suyu hansı maksimal hündürlüyə qaldırmaq lazımdır ki, suyun sıxlığı 10⁻³ atmosfer təzyiqi. Deməli, qaldırmaq hansı maksimal hündürlüyə qaldırmaq olar. Deməli, P bərabərdir Rho J H düsturundan istifadə edirik. H bərabərdir P bölünsün Rho J. Təzyiq 100 vur 10⁻³. Yəni burada bildirir ki, 100 kilopaskaldır. Sıxlıq 10⁻³ J 10. İxtisar getdi. 100-ü də 10-a böləndə 10 metr. Doğru cavab D variantı olur. Təsvir olunmuş qaba su töküb 1, 2 və 3 nöqtələrində mayələrin təzyiqləri arasında hansı münasibət doğrudur? Təzyiq P bərabərdir. 13-cü sualda P bərabərdir Rho J H düsturu ilə ifadə edilir və baxırıq burada səthdən aşağıya doğru birinci hündürlüyü ən kiçik olan P1-dir. Sonra orta mövqedə P2 durur, yəni ikinci nöqtə durur. Ən çox uzunluğa malik olan isə, daha doğrusu ortada üçüncü durur, ən böyük məsafə isə 2-dədir. Yəni P, belə deyək də, H2, H3, H1. Eyni prosesi təzyiq üçün yazsaq, P2, P3, P1. P3, P2, P1, bu da olur A variantı. Harmonik rəqsdən 0,5 kg kütləli cisim tarazlıq vəziyyətindən 20 cm/saniyə sürəti ilə keçir. Cismin rəqs periodu 2 pi saniyə olarsa ona təsir edən maksimal əvəzləyici qüvvə. Harmonik rəqsdən 0,5 kg kütləli. Kütləsini yazdıq 0,5 kg və sürət V bərabərdir 20 cm/saniyə. Period 2 pi və ona təsir edən maksimal əvəzləyici qüvvə M-anı istəyir. Deməli, biz birinci tapmalıyıq nəyi? F əvəzləyici qüvvə M-adır. M-imiz var, A-mız yoxdur. V kvadratı böl R-dən gələcəyik. V-imiz var, R-imiz yoxdur. R-i necə tapacağıq? Tapaq. V bərabərdir 2 pi R böl T. R-i tapsaq 2 pi bölünsün, daha doğrusu VT bölünsün 2 pi. V-imiz 20 vurulsun. 20 dedikdə, yəni 0,2 yazaq, vahidlərimiz doğru gəlsin. Vurulsun 2 pi bölünsün 2 pi. 2 pi ilə getdi, qaldı 0,2 metr. Gətirib yerinə yazsaq 0,5 vurulsun. Bu 0,2-dir. 0,2-nin kvadratı 0,04 bölünsün 0,2. Bunlar getdi. 0,2 qaldı. 0,2-ni də vururam 0,5-ə. Edir 0,1 Newton. Doğru cavab B variantı olur. Sərtliyi 40 Newton bölü metr yaya bağlamış cisim nə baş verir deyir? Qanlı qüvvənin təsir altına rəqs edir. Rəqsin tam enerjisi 12/1 saniyə zaman anda cismin kinetik enerjisini hesablayın.
tam enerjisini və 12/1 saniyə ərzindəki kinetik enerjisini hesablayın. Y tam bərabərdir. Deməli, F max'ın vurulsun, F max'ın kvadratı bölünsün 2K-ya daha doğrusu. Verilən ifadədə F max burada 8-dir. Deməli, nə yazırıq? 8-in kvadratı 64 vurulsun 2K. K-mız da ki 40-dır. İxtisar getdi, burada qaldı 16. Bu elədi 8 və 0,8 Newton. Demək ki, tam enerjimiz 0,8-dir. Tapaq kinetik. Deməli, buradan biz ilk öncə tapmalıyıq Y potensialı, sonra tamdan potensial çıxsaq kinetikin ani qiyməti qalır. Bundan da əvvəl tapırıq Y potensial nədir? Yəni Y potensial F kvadratı bölü 2K. Tamda max idi, potensialda isə F kvadrat. İndi ilk öncə F-i tapsaq, nə yazırıq? 8 kosinus 4 pi t. Bizə deyir ki, kosinus 4 pi t-dir. Bizə deyir ki, 12-də 1 saniyə. Yəni 8 vur kosinus 4 pi vur 12-də 1 bərabərdir. 8 kosinus, bunlar getdi, qaldı pi bölü 3. Və 8 vur pi bölü 3 2-də 1, bu da eləyir 4 Newton. Demək ki, qüvvənin maksimal yox, ani qiyməti 4 Newtondur. Gətirib yerinə yazsaq 16 bölü 2 vurulsun neçə? 40. Və ixtisar getdi 2, elədi 0,2. İndi kinetikin anisini tapanda tamdan nə edirəm? Potensialı çıxıram. 0,8-dən çıxıram 0,2-ni, bu da edir 0,6 Newton. Doğru cavabımız olur A variantı. Harmonik rəqs edən cismin deməli 16-cı sualda Vx bərabərdir 0,1 kosinus 20t qanunu ilə dəyişir. Müşahidəyə başlayandan t bərabərdir t bölü 6 zaman anında cismin təcilinin proyeksiyasının qiymətini hesablayın. Deməli, təcil sürətin zamana görə törəməsidir. Buradan sürəti tapsaq, yəni 0,1 kosinus 20t-dir. Bu hissədə bunun törəməsini alsaq, olacaq. Kosinus mənfi sinusa çevrilir. 20 vurulsun 0,1 sinus 20t. Və bizə deyir ki, t bərabərdir t bölü 6 saniyə zaman anında daha doğrusu. Deməli, omega bərabərdir 2 pi bölünsün t-dir. Burada bizdə omeganı 20 görürük. 20 bərabərdir 2 pi bölünsün. Daha doğrusu burada böyük t-dir. Bölünsün periyod. T də bərabərdir 2 pi bölünsün 20. Bu da bərabərdir pi bölünsün 10. Gətiririk burada bizə deyir ki, t bərabərdir t bölünsün 6. Həmin ifadəni yerinə yazsaq, mənfi 2 sinus t-ni yerinə yazırıq. Deməli, 20 t bölünsün 6. Bu ifadədə də periyodun bu ifadəsini gətirib yerinə yazsaq, olacaq mənfi 2 sinus 20 vurulsun t bölünsün, daha doğrusu pi bölünsün 10 vurulsun 6. Bu da edir mənfi 20 sinus pi bölü 3. Sinus pi bölü 3 də alır kökdə 3 bölü 2 və mənfi 2 vurulsun kökdə 3 bölü 2. 2-lər ixtisar getdi, qaldı mənfi 3. Doğru cavab B variantı olur. Harmonik rəqs edən cismin təcilinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Hansı nöqtələrdə cismin potensial enerjisi sıfıra bərabərdir? Deməli, cismin kinetik enerjisidir, sürətidir, impulsudur. Bunlar eyni nöqtədə nə olur? Maksimal olur. Və həmin bu kəmiyyətlərin maksimal olduğu nöqtədə F əvəzləyicidir, təcildir, potensial enerjidir. Bunlar nə olur? Minimum olur. Periodik olaraq da bu maksimum olanda bu da nə olur? Minimum olur. İndi bizə deyir ki, potensial enerjisi sıfıra bərabərdir. Potensial enerjisi sıfıra bərabərdirsə, demək ki, təcil də minimum, yəni sıfır olur. Bu da uyğun olur 4 və 6 nöqtələr. Sərtliyi 40 Newton bölü metr olan yaya bağlanmış və kütləsi 200 qram olan cisim ən kənar vəziyyətlərdə 10 metr bölü saniyə kvadrat təcil almaqla üfüqi müstəvidə hərəkət edir. Koordinatı zamandan asılılıq tənliyi hansı rəqqasın hərəkətinə uyğundur? Baxaq, bizdə verib sərtlik 40 Newton bölü metr və kütləni verib 200 qram. Təcili verib 10 metr bölü saniyə kvadratı. Deyir ki, ən kənar vəziyyətlər. Bu da təcilin amplitudu olmuş olur. Koordinatın zamandan asılılıq tənliyi. İndi bizə nə lazımdır? Omeganı tapmaq. Deməli, biz buradan omeganı tapsaq olur nə? Kök altda k bölünsün m. Bu da bərabərdir. Kök altda k 440, m isə 0,2. Sürət və məxrəcini 10-a vursaq 400 bölünsün 2. Bu da edir kök altda 200. Omegamızı tapdıq ki 200-dür. Yəni uyğun ola biləcək variantlar kök altda 200 A və Y-dir. İndi tapmalıyıq x-i. A bərabərdir omega kvadratı x m və A amplitud bizə verib, təcilin qiymətini bizə verib 10 bərabərdir. Omeganın kvadratı kökdə 200-ün kvadratı 200 vurulsun x max. X max'ı da buradan tapsam 10'u bölürəm 200'ə. Bu da edir 0,05 metr və 5 santimetr. Bizə bildirilənlərdə fikir veririksə, hamısı santimetrlədir və yazıram x bərabərdir x max kosinus omega t. İfadələri yerinə yazsam olur 5 kosinus kök altda 200 t. Bu da doğru cavab olaraq A variantındadır.
19-cu suala keçid alırıq. Nə bildirir bizə? Bildirir ki, harmonik rəqsdən 2 riyazi rəqqas üçün yer dəyişmədən zamandan asılı qrafikinə əsasən onların ilk 6 saniyəsində getdikləri yolların nisbətlərini tapın. Və yolların nisbətləri necə icra edilir? S bərabərdir 4 amplitud vurulsun n. Yəni orada nə qədər dövr etdikləri deyək də. Birinci cismə fikir versək, burada birinci cisim bu böyük xətlərlə göstəriləndir. Və bu cismə fikir verdikdə görürük ki, 1, 2, 3, yəni 1 tam eləyib. Burada dilimləri saysaq, bu da yarım. Yəni 1/5. L1'in bərabərdir 4 amplitud 100 cm vurulsun 1/5. L2 bərabərdir 4. L2'yə fikir versək, L2 bu balaca olandır və bu şəkildə. İndi orta xəttə qədər gedib çatdığı üçün, ortadakı xəttə qədər gedib çatdığı üçün nə olmuş olur? Həmin cismin rəqsi olur 50 cm, daha doğrusu amplitudu 50 cm. Baxaq bu nə qədər dövr eləyib? Deməli 1, 2, 3 vururuq 3'ə və L1'i bölürəm L2'yə. Bu da bərabərdir. 4 vur 100 böl 1/5. 4 vur 50 vur 3. İndi burada ixtisar aparsaq 2, 4'lər getdi. 2'ni 1/5'ə vuranda 3, aşağıdakı 3 ilə getdi, qaldı 1. Nə oldu? Yolların nisbəti oldu 1. 20-ci sualda harmonik rəqsdən rəqqaslar üçün Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edən rəqs tezliyi rəqqasın kütləsindən asılı deyil. Burada rəqs tezliyi kök altda, daha doğrusu 1 bölünsün 2 pi kök altda k bölək m'dir. Burada isə rəqs tezliyi 1 bölü 2 pi kök altda j böl l'dir. Deməli, kütləsindən asılı deyil. Bu hansı olur? Riyazi rəqqas 1. Rəqs periodu rəqqasın kütləsindən asılıdır. Perioda baxsaq, 2 pi kök altda m böl k yazırıq. Kütləsindən asılı olan hansı olur? Yaylı rəqqas 2. Rəqs periodu yer səthindən olan hündürlükdən asılıdır. Yer səthindən olan hündürlükdən asılılıq. Baxın, bu ifadəmizdə rəqs periodu t bərabərdir 2 pi kök altda l böl j'dir. Burada j var da, təcil var. Təcil düstur olaraq necədir? J bərabərdir jm l plus h-ın mötərizə kvadratı. Yəni burada nə var? J h-dan asılı olduğu üçün avtomatik period da h-dan asılılıq yaradır. Demək ki, yer səthindən olan hündürlükdən riyazi rəqqasda asılılıq var. Sistemin tam mexaniki enerjisi zamana görə dəyişmir. Çevrilmələr baş verir. Kinetik potensiala, potensial kinetikə. Demək ki, nədir? 4 ortaqdır. Rəqsi hərəkət yalnız elastik qüvvənin təsiri altında baş verir. Bu da təbii ki, yaylı rəqqasdadır. Çünki orada elastiklik qüvvəsi mövcuddur. Deməli, 2, 5, 1, 3 və 4. Bu da uyğun olan A variantındadır. Kütləsi M və K sərtlikli, baxaq, buranı bir dəqiqə silək. Kütləsi M və K sərtlikli yaya bağlanmış cismin X amplitudu ilə harmonik rəqsdən cismin koordinatını X olduğu anda onun sürəti hansı ifadə ilə təyin edilir? Deməli, burada bizdən koordinat X olduğu andakı sürətini hesablayın deyir. Tam enerjiyə baxsaq, tam Y kinetik plus Y potensialdır. Və burada tam enerji, məsələn, yay tam sıxıldı və yaxud tam açıldı. Burada tam enerji bərabər olur potensialın maksimalına kx max'ın kvadratı bölü 2 və kinetikin yerinə yazırıq m v-nin kvadratı bölü 2 plus kx'in kvadratı bölü 2. Hər tərəfini 2'yə vursaq, qalır kx max'ın kvadratı, m v-nin kvadratı plus kx'in kvadratı. Və belə deyək də, k-lı x-li olanları bir tərəfə keçirsək, kx max'ın kvadratı çıxar, kx'in kvadratı bərabərdir m v-nin kvadratına. Bizdən burada nə istəyir? Sürət istəyir. V bərabərdir kx max'ın kvadratı çıxar, kx'in kvadratı bölək m. Bu da kökün altındadır təbii ki. K-nın özünü mötərizə xaricində çıxarsaq, kx max'ın kvadratı çıxar, x-in kvadratı bölək m. Bu da uyğundur B variantında. Keçək növbəti suala, 22-ci sualda bizə nə deyir? Şaqili asılmış yaylı rəqqas ən-kənar yuxarı vəziyyətdən B ən-kənar aşağı vəziyyətə, deməli B ən-kənar yuxarıdan A ən-kənar aşağı vəziyyətə doğru hərəkət edir. B nöqtəsindən tarazlıq vəziyyətinə doğru hərəkət zamanı cismin yer səthinə nəzərən potensial enerjisi və kinetik enerjisi necə dəyişir? Demək, B nöqtəsindən tarazlıq vəziyyətinə doğru nə baş verir? Cisim yerə doğru yaxınlaşır. Baxın, təsəvvür edək ki, cisim buradadır artıq və cisim yerə doğru yaxınlaşdığı üçün bayaq hündürlüyümüz buradaydı. İndi isə hündürlük məsafəmiz düşür bu hissəyə və h-ımız azalır. Demək ki, potensial enerjimiz nədir? mgh düsturuna əsasən h azaldığı üçün potensial enerjimiz də azalır. Və Y kinetik enerji bərabərdir mv max'ın kvadratı bölü 2. Yəni burada nə olur? Amplitud nöqtəyə yaxınlaşır. Bilirik ki, məsələn, yaylı rəqqas ya da riyazi rəqqas seçsək, tarazlıq nöqtəsi buradırsa, tarazlıq nöqtəsindən keçdiyi anda sürət maksimal olur, impuls və kinetik enerji maksimal olur. Ona görə də kinetik enerji nə edir? Artır. Doğru cavab olur A variantı.
22-ci sualda yer səthinə aşağı yuxarı atəş açılır. Səs və güllə eyni vaxtda 850 metr hündürlüyə çatır. Səsin havada yayılma sürətini 340 metr bölü saniyə qəbul edərək güllənin başlanğıc sürətini hesablayın. Deməli, 23-cü sualda ilk öncə biz tapaq zamanı. 850 metr hündürlüyə çatır. Səsin havada yayılma sürəti 340 metr bölü saniyə. Zamanı tapsaq 850 bölünsün 340. Bu da 170 ixtisar gedəndə 2-də 5 qalır. Və h bərabərdir v0t çıxaq gt kvadratı bölü 2 ifadəsində gətirib yerinə yazsaq 850 bərabərdir v0, zaten bunu axtarırıq, 2-də 5 çıxılsın 10 vurulsun 4-də 25 bölü 2. Və nə edirik? 850 bərabərdir 2-də 5 v0 çıxılsın 5 qaldı 4-də 125. Hər tərəfini 4-ə vursaq 3400 bərabərdir 10 v0 çıxılsın 125. Və 125-i sola keçirsək 10 v0 bərabərdir 3525 v0 da bərabərdir 352 tam 10,5 metr bölü saniyə. Gələk 24-cü suala. Harmonik rəqsi hərəkətdə hansı fiziki cəmiyyət harmonik qanunla dəyişir? Sürətin proyeksiyası 1, 2-cidir. Bir də yer dəyişmə. Təcil versəydi o da olardı, amma verməyib. 2 və 3. 25-ci sualda. Yaylı rəqqas üfüqün üstədə harmonik rəqs edir. Rəqsin amplitudu 2 cm, rəqs sisteminin tam enerjisi 0,6 joule. Deməli, 25-ci sual. Amplitud 2 cm. Rəqs sisteminin tam enerjisi Y tam bərabərdir 0,6 joule və yaya bağlanmış cisim tarazlı vəziyyətində 1 cm yer dəyişmədir. 1 cm yer dəyişmə. Ona təsir edən qüvvənin qiymətini hesablayın. F bərabərdir sual. Deməli, biz buradan Y tam enerjidən yazırıq Kx max'ın kvadratı bölü 2. Birinci sərtliyi tapaq. Sonra F bərabərdir Kx-dən elə qüvvəmizi tapacağıq. Deməli, Y tam bərabərdir Kx max'ın kvadratı. Tam 0,6 joule-dur. K axtaracaq onsuz da. X max'ımız isə 2 cm-dir. O da olur 2 vur 10 üstü mənfi 2-nin mötərizə kvadratı bölü 2. K bərabərdir 1/2 bölünsün 4 vuraq 10 üstü mənfi 4. Bu da olur 12.000 bölü 4. Bu da edir 3000 Newton bölünsün metr. Buradan F'i tapsaq, yəni F bərabərdir K. K-nın yerinə yazırıq 3 vur 10 üstü 3 vurulsun. X-ımız isə 1 cm. Yəni 1 cm yer dəyişməyə görə istəyir qüvvəni. Vur 10 üstü mənfi 2. Bu da edir 3 vur 10. 30 Newton. Sərtliyi 800 Newton bölü metr olan yaya bağlanmış, kütləsi 200 qram olan cismin üfüqün üstədə harmonik rəqsləri tarazlıq vəziyyətində 10 cm sürətlə 10 metr bölü saniyə sürətlə keçir. Bir tam rəqs ərzində cismin getdiyi yolu hesabla. Biz buradan bir tam rəqs ərzində getdiyi yolu tapmaq üçün S bərabərdir 4 amplitud vur n-dən istifadə edirik. Yəni 4 amplituddan. Birinci bizim amplitudumuz, yəni X max'ımız yoxdur, ona baxaq. Bizə bildirir ki, sərtliyi 800 olan yaya bağlanmış cismin kütləsi 20 qramdır və tarazlıq vəziyyətindən 10 metr bölü saniyə sürətlə keçir. Demək ki, burada Y tam enerji nəyə bərabərdir? Y kinetikin maksimalına. Və tamın yerinə yazırıq Kx max'ın kvadratı bölü 2 bərabərdir M V-nin kvadratı bölü 2. X max'ı buradan tapsam bərabərdir 2-yə vursam hər tərəfin MV-nin kvadratı bölü 2-ni, daha doğrusu MV-nin kvadratını böləcəm K-ya. Bu da kökün altında olur. Yazıram M 20 vur 10 üstü mənfi 3 vurulsun V 10'dur kvadratı 100 eləyir bölünsün 800. 800 ilə 107 burada qaldı. 8 20-ni 8-ə böləndə 2 10'da 5 10 üstü mənfi 3 kökün altında. Və 25 vur 10 üstü mənfi 4 yazıram. Buradan da çıxır 5 vur 10 üstü mənfi 2 metr. Bunu santimetrə çevirsəm elə 5 santimetr. Gətirib bu ifadədə yerinə yazsam bərabərdir. 4 vurulsun 5, bu da edir 20 cm. Doğru cavabımız olur 20. 27-ci sualda üfüqi səthi üzərində sükunətdə olan 1-2-3 cisimləri cisimlər üçün uyğunluğu müəyyən edin. Cisim tərəfindən dayağa təsir edən təzyiq qüvvəsi cisim çəkisindən böyükdür. Yanlışdır. Hər üçündə çəki təzyiq qüvvəsinə bərabərdir. Getdi. Cisim tərsinə çevirdikdə onun dayağa təzyiqi artar. E bərabərdir F bölü H-dir. Tərsinə çevirdikdə dayağa təsiri artacaq olan üçüncüdür. Niyə? Çünki üçüncünü tərsinə çevirsək bu şəkilə düşmüş olur və burada oturacaq səthinin sahəsi gördüyümüz üzrə kiçilir. Burada nisbətən böyük idi, burada isə kiçilir. Və deməli, üçüncüyə nə uyğun oldu? B. Cismi tərsinə çevirdikdə onun dayağa təzyiqi azalar. Dayağa təzyiqi azalan gərək oturacaq səthinin sahəsi böyüsün. Və bu da A variantına uyğundur. A variantı, daha doğrusu birinciyə uyğundur. Birincini tərsinə çevirsək, fikir verin, oturacaq səthinin sahəsi nə idi? Böyüdü. Və təzyiqi azaldı. Birinciyə uyğundur C. Cismi tərsinə çevirdikdə onun dayağa təzyiqi dəyişməz. İkinciyə uyğundur. Çünki standartdır, fikir verdiyimiz üzrə. Bunu tərsinə çevirdikdə yenə də dayağa təzyiqi dəyişməz. D variantı. E variantında da A variantının tərsidir. Deyir, cisim tərəfindən dayağa təsir edən təzyiq qüvvəsi cismin çəkisindən kiçikdir. Bu da uyğun deyil. Keçək yazılı
test tapşırıqlarına. Deməli, burada 28-ci sual. Ümumiyyətlə, deyir ki, içərisində su olan qabda x, y cisimləri çəkisi nəzərə alınmayan çubuq üzərində iplə bağlanmışdır. Çubuq O nöqtəsindən qabın dibinə bağlandıqda sistem tarazlıqda olur. Qabın dibinə buradan bağlandıqda sistem tarazlıqda olur və hər birinin kütləsi 200 qram olan x, y cisimlərinin yerini dəyişdikdə tarazlıq pozulur. Buna səbəb nədir? Ümumiyyətlə, burada ipdəki gərilmə qüvvəsi var. Gərilmə qüvvəsi bu cisimlərin bir mg-si var. Bir də yəni bu cisimlər ikisi də 200 qram olduğu üçün mg-ləri bərabərdir. M1, mxg, myg-yə bərabərdir. Çünki kütlələri eynidir. Və bunlara bir də nə var? Arximed qüvvəsi var. Arximed qüvvəsi var. Burada gərilmə qüvvəsi bərabərdir F arximed çıxılsın mg. Tarazlığın şərtində nə idi? M1 yaxud da mx bərabərdir myg-ə. Burada 3 bölgüdür. Yəni belə deyək də 3 vurulsun tx-ə bərabərdir 1 vurulsun ty-ə. Yəni gördüyümüz üzrə 3 dəfə fərqlənir burada gərilmə qüvvələri. Burada 28-ci sualı bildirir ki, x, y cisimlərinin yerini dəyişdikdə tarazlıq nə üçün pozulur? X, y cisimlərinin yerini dəyişdikdə ağırlıq qüvvəsi onsuz da sabitdir. Ağırlıq dəyişmir. Ağırlıq qüvvəsi dəyişmir. Dəyişən burada nədir? F arximed qüvvəsi burada dəyişildiyi üçün, yəni biri kürədir, biri isə düz bucaqlı şəklindədir. Və burada dəyişildiyi üçün F arximed qüvvəsi burada nə edir? Dəyişir. Buna görə də tarazlıq bozulur. Tarazlıq bozulur. Sonra gəlirik 29-cu suala. X cisminin sıxlığı 800 kiloqram bölü metr kub olarsa maye tərəfindən ona təsir edən itələyici qüvvəni hesablayın. 29-cu. Deməli, itələyici qüvvəni tapsaq Fx-ə, o elə arximeddir. Rho maye, V cisim, Vx-ə görə tapırıq da vurulsun J. Bizə X cisminin həcmi yoxdur, amma kütlə və sıxlıqları var. Yəni rho maye V-nin yerinə yazırıq mx bölünsün rho x vurulsun J. Bərabərdir. Rho maye 1000-dir, 10^3-dür, vurulsun mx 200 qram idi, səhv etmirəmsə 200 qram, yəni 0,2 bölünsün rho-dakı 800 vurulsun 10. Bərabərdir. Burada nə edirik? 1000-i böləcəyik, daha doğrusu 2000-i böləcəyik 800. 2000-i bölürük 800-ə. Bu da edir 2,5 Newton. 30-cu sualın həllinə keçid alırıq ki, burada nə deyir? Tarazlıq halında 3 ipindəki gərilmə qüvvəsini hesablayın. Üstə yazmışdıq ki, silmədiksə yox, silməmişik. 3tx bərabərdir 1ty. Burada nədir? Yəni tx-i mən tapdım 2,5, düzdürmü? Ty də bərabərdir. 30-cu sualda t gərilmələrini tapmamız lazımdır. T gərilmələrimiz nəyə bərabərdir? Və yaxud gərilmə qüvvələrimiz buradan silmişik. Burada baxın, 28-in həllinə başlamadan yazmışıq. Deməli, T gərilmələr bərabərdir F arximed çıxılsın mg-yə. İndi birincidə Tx-i tapırıqsa, daha doğrusu birincinin gərilməsini tapırıqsa, bərabərdir 2,5 çıxılsın 2, bu da eləyir 0,5. 2,5-i burada arximeddən tapmışdıq, 2-dəki mg-dir. F2-ni tapsaq, F2 nəyə bərabərdir? 3 dənə F1-ə. Üstə yazmışıq bunu da, 3 F1 olduğunu burada yazmışıq. Gərilmələrin fərqləndiyini burada yazmışıq. Və 3 vurulsun 0,5, bu da edir 1,5 Newton. Və burada nə edir? Tarazlıq halında 3 ipindəki gərilməni hesablayın. 3 ipindəki gərilmə, yəni baxın buradakı gərilmə nə olur? Həmin bu iki qüvvənin cəmi. Yəni F2 ilə F1-in cəmi. T gərilmə 3 ipindəki bərabərdir F1 plus F2. Bu da olur F1 0,5, F2 1,5. Bu da olur 2 Newton. Belə izlədiyiniz üçün təşəkkürlər. Növbəti sınaq izahında görüşənədək.